Noyabrın 20-sində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü il dönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası, Heydər Əliyev dühası və siyasi varislik mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmailov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək Ümumxalq Partiyasına çevrildiyini deyib. YAP Veteranlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu, regionun aparıcı siyasi qüvvəsinə çevrildiyini deyib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bugün Heydər Əliyev siyasətini uğurla davam etdirir. Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd edib ki, ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionu lider dövlətinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, 91-lərdən YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev çıxış edərək Heydər Əliyevin çoxhəsillik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və Yeni Azərbaycan Partiyasının formalaşmasında əvəzsiz xidmətləri barədə danışıblar. Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra bədii hissə təqdim olunub. Azadlık alçalmışım, şehit verip kan tökerek.